Hər üzdən çəkirəm sizi. Hər tərəfdən. Gedirik yenə hara? Gəzməyə. Sumkamda nə var göstərirəm. Günaydın. Günaydın. Nasılsın Ben gittim ablacığım? denize. Çok güzel. Güzel günün olsun. Bugün evden tez çıktım. Səhər tezdən, hava, güneş hələ tam açılmamış. Dedim gedim biraz gəzim. Ondan sonra çimərik. Bəli. Güneşi görürsünüz. Hələ bulutların dalından çıxmayıb ha. Ama biz artık yoldayız. Ama insanlar artık ucu yemek yiyirlər. Müzeye gitmek isteyen insanlar. Belə yerlərdə mən yoxam. Ne geçen yatıb ayarla. Onlar hələ açılmayıb. Hələ sakitçilikdim. Baxın biz dünən o dağa qalxmışdıq ha, düz dağın təpəsinə. Bizdən yoxdur. Nərgiz qəhrəman. Bayraqlar hələ də çıxarılmayıb, baxmayaraq ki, bayram qutarıb. Deməli, həyatı elə yaşamaq lazımdır ki, həmişə belə hörmətin olsun. Bəli. Günlərə bax, nə gözəl ya. Baxın, bura dağın arxa tərəfidir. Hara ki qala var. Bax, o dağın arxa tərəfidir. Amma dünən biz, baxın, o dağa qalxmışdıq. Yeri gəlmişkən söz verdiyim kimi bir köpük də israf etmədən mən oraya getdim. Piyada da gəldim. Gəlmişkən burada belə təbii sokları çox bəyənirlər. Daha doğrusu çox satırlar. Və turistlər də çox alır. Ay Allah. Hə. Çox alır, amma ki sizə deyim, o təbii soklar təmiz olanda elə dadlı olmur. Ona görə ona qatqılar qatırlar ki, dadlı olsun və insan yenə içmək istəsin. Onda da nə olur? Süni olur, təbii yox. Ay Allah'ım, bak dağ görsənir. Salam dağ, necəsiz? Biz dünən oralardaydıq. Şəxsi evlər burada necə olur? Baxın, göstərim sizə, çəkim. Üstünə də yazıblar eski ev, yəni ki, narahat eləməyin. Əziz turistlər, burada biz yaşayırıq. Baxın, bu da küçəsidir, bu da həyətidir. Marujnalar. Cürbəcür, amma heç kəs yoxdur hələ ki. Eyni cürdə miqrasları var. Yəni ekonom istirahət etmək istəyənlər bu dükanları yaxşı tanımalıdır. Necə ki mən tanıyıram. Və ondan heç də utanmıram. Heç kəsin cibinə girmirəm, oğurluq eləmirəm. Az büdcətdən istirahət edirəm. Nəyə pisdir? Məni çox tez-tez yol ayrıcına çıxarır. Hələ ki səhv yola döndüyüm olmayıb. İnşallah ki olmaz. Dükanlar da bombalan boş. Baxın, buradan da çıxmaq olur o qalaya, amma mən istəyirəm dənizin qırağından çıxar. Oranın mənzərəsi gözəl. Tatu sevərlər. Çox gözəl görsənir. Fikrinizlə tam razıyam. Amma bir şeyi nəzərə alın ki, zövqlər dəyişir. Və siz bir müddətdən sonra məcbur olursunuz ondan bezib onu sildirməyə. Və nəticədə sizin dəriniz korlanır. Gələcəkdə problemləriniz başlayır. Bunu nəzərə alın. Sizi tam başa düşürəm. Amma siz də məni eşidin. Güneş yavaş-yavaş parlıyor. Baxın, hələ də dağın başına fırlanırıq. Dükanların qabaqlarını yuyurlar, təmizləyirlər. Yavaş-yavaş açılırlar. Güneş də yavaş-yavaş çıxır. Səhər tezdəndir. Baxın, dağın başına hələ də fırlanırıq.
Bakın, I love Alanya. Görseniz. Bak yine biz oradaydık. Bu dağların arasıyla. Bugünse gelmişik limanın yanına. Hamısı güzel. Her tərəfini gəzirsən gözəl. Limanı sizə axşam da çəkmişəm, gecə də çəkmişəm. İndi də səhər tezdən çəkirəm. Bu bir gözəllik ya. O qədər komfort havadır, o qədər gözəl havadır. İnanın, harasa gedib gəzməyə və yaxud başqa şəhəri gedib gəzməyə günə və saata heyfim gəlir. Çünki bu gözəl şəhəri gəzdikcə doymaq olmur. İnanın Allaha. Bakın bugün bu skameykada oturmuştuk. Yürüyüşçülər gəldilər 29 oktyabrda. Yürüyüşe koşuldunuz ve gittiniz oraları gezdiniz. Ahır ki arzumu yerine yettim. Oraya gittik, gezdik, muhteşem görünüşü gördük. Parla noyabr güneşi, parla. Bəli, ekonom klas istirahət edirəm, amma heç nədən utanmıram. Gözəllik. Bir nəfər demişkən. Baxın, cəmaət hələ Kapitan Oteldə. Amma hələ yemək yeməkdədir. Bir dənə bu motosikletlərin səsini kəsə bilsəydilər, səssiz motosiklet buraxsaydılar, bax bu yolda qalxır qalıya. Kırmızı qalamız görsənir ucu. Dənizimiz də görsənir. Gəlin sizə burada oturup mənzərəni çəkim. Görün burada oturup nə mənzərəyə baxa bilərsiniz istəsəniz. Baxın belə skameykalardır. Yeri gelmişken Alanya Belediyesi, yani heç kəs bu skameykanı götürüb yerində restoran düzəldə bilməz. Görürsünüz mü? Bu gözəlliyə baxmaq istəməzsiniz. Qoyun 5 dəqiqə dincələk, sonra gedərik. Xurma ağaclarına baxın. Bəli. Hem hurma, hem mandarin, hem bu güzellik ve noyabr ayında. Oturup dincəlirik. Bu mənzərəyə baxa-baxa. Hurmaları görürsünüz ne kadardır.
Yorulmadınız. Keçən toyundakı xanımın, öz yoldaşının toy məclisindəki rəqsindən danışmaqdan yorulmadınız. Anlasa bir gözəlliklərə baxın ya. Bəli, və ekonom klas istirahət növünü məndən öyrənin. Bəli, mandarinlərin zibilin orada qoymadım. Birdən elə bilərsiniz ki, zibilləri atdım, getdim. Xeyr, özümlə gətirib zibil yeşiyini atacağım. Təmizliyə hamı riayət eləməlidir ki, bu təbiəti qoruyaq. Bu gözəlliklər Allah bizim üçün yaradıb. Bu gözəllikləri biz qorumalıyıq. Baxın, gəldik, çatdıq Qırmızı Kalanın yanına. Ay, balıqçılar nə qədərdir. Это просто много. Ходит, и они как бы Bu dağların səhər görünüşü başqa. Bunu da mən sizə göstərməliydim. Bu bir möcüzə ya. Səhər görünüş bir başqa. İkinci şəm vaxtı görünüş bir başqadır. Bunları sizə mütləq göstərmək lazımdır. Ona görə bir daha gəldim. Baxın, dünən biz oradaydıq Alanya'da. Dağın başında. Thank you very much. Спасибо большое. Пожалуйста. İstidə. Bu insanlar niyə kurtkada gəzirlər görəsən? İsti deyil onlara. Baxın, eyni səhnədə çəkirəm. Videonu kəsmirəm. Bir də təsəvvür edirsiniz. Bu gəmilərə də mindirəcəm sizə. Görüm ən endirimli gəmi tapa bilirəmmi? Görürsünüz. Sağlam həyat dərsi. Bir möcüzədir. Bu bir möcüzədir. Baxın, dünən oradan, bax orada yazılan yerdən, o dağın təpəsindən mən sizə buranı çəkdim. Dedim, bax, liman. Bax, bu yarımadanın sol tərəfindədir. Bildiniz? Baxın, çimən yersə, daha doğrusu çimən yerləri çoxdur. Şəxsən mənim bəyəndiyim, yaxşı qum olan Kleopatra çimərliyi isə bu yarımadanın o biri tərəfindədir. Yəni o dağın o biri üzündə.
Siz artıq buraları yaxşı tanıyırsınız. Qoy uzaqdakı dağları da sizə göstərim. Görəsiniz ki, nə qədər dağla əhatə olunmuşuq biz. Nə qədər dağ var burada gəzməyə. Görürsünüz. Lotkenin biri bu tərəfə, biri o tərəfə. Bir şey deyim. Avqust ayında, iyul ayında siz bu vaxt saat 11-də buralarda gəzə bilməzsiniz. Cızdaq olur, cızdaq. Amma noyabr ayında əsl komfort havadır. Baxın, qırmızı qala. Biz bu tərəfi də gəzmişik. Düz o tərəfi də gəzib o biri tərəfə keçmişik. Dağın hər tərəfini gəzmişik. Mənim dostum buradadır. Nə uzanıb, nə kefdə deyə. Niye uzanmasın? Niye kefilemesin? Buralar onundur. 100% bu balıkçılar ona hərdən balıq da verirlər. 100%. Bunlar yok, bundan da sıra gidiyor. Qoy həyatınızı həmişə bu mayak kimi işıqlandıranlar olsun. Heç vaxt necə edeyim, nə edeyim deməyəsiniz. Bizdə də pis xasiyyətləri var, siqaret çox çəkirlər. Biraz oturaq dincərək burada da, gözəllikdə də, bu mənzərəyə baxaraq da biraz oturaq dincərək. Yeri gəlmişkən kölgədir bura. Oturmuşam belə. Burada sizə izah edeyim. Bax bu yarımadanın bu hissəsi portdur. Portdan sonra bax orada mən oranı sizin üçün o gün gəzmişdim. Və burada plyajları var. Xal plyajı. Orada heç xoşuma gəlmir, düzün deyim, portun yanındadır deyəm. Ondan sonra bu yol gedir düz Alanya'nın aeroportuna. Yolda da rayonlara keçir. Mahmudlar zat belə gedir. Oralar da gözəldir. Hamısı dənizin qırağı ilə olan rayonlardır. Hamısında istirahət yerləri, hamısında otellər, apart otellər var. Hamısı da gözəldir. Amma onların hamısına baxanda en güzeli buradır. Mən də baxıram. En güzeli buradır. En güzeli.